Hörmətli izləyicilərimiz, ev sahibi şəxsi probleminə görə deməli yola yaxın paket kupça, köhnə tikili, qoşa kubik evin dəyər dəyməzinə satır. Dəyərli izləyicilərimiz, Masazır qəsəbəsində, Şok Marketin arxasında, General Akif Abbasov küçəsində, Daşqum bazarının yaxınlığında qapısının ağzına qədər asfalt küçədə 3 otaq, qoşa kubik, evin də, torpağın da kupçası olan, hələ mətbəx mebeli, kombisi, radiatorları, pencərələrin raşotkalarıdır. Hamamsanızelin aksesuarlarıdır. Bunların hamısı xərcdir, hörmətli izləyicilər. Qazı, suyu, işığı hamısı qaydasında. Kanalizasiya mərkəzləşdirilmiş kanalizasiya sistemidir. Pencərələrin digər evlərlə arasında məsafəsi 2 metrə yaxındır. Baxın, məsələn, burada görürsünüz, öz hasarının içindədir. Qoşa kubikdir, radiatorları hamısı qaydasında, qazı, suyu, işığı qaydasında. İnternetinə qədər çəkilib. Qiymət 57 min manatdır, hörmətli izləyicilər. 3 otaq 57 min manat. Masazır qəsəbəsində əsas yola yaxın, marşruta yaxın, məktəbə yaxın bir ərazidə. Bir tərəfi də düşür Qurtuluş 93 Bağçalı Evlər Yaşayış Kompleksinin arxasına. Qeyd edim ki, bu ərazidə deməli qonaq otağı, mətbəx, yataq otağı, hamamsanızel və burada daha bir yataq otağı. Qeyd edirəm ki, bu ərazi bir dəqiqə dayanın. Deməli, hörmətli izləyicilərimiz, üstü paket krişadır, köhnə evdir. Ola bilər emissiyası falan biraz tökülsün, yəni köhnənin evidir. Qoşa kubikdir, üstünün kəmərinə qədər var. Həyətinə 2 avtomobil rahat şəkildə daxil olur. Marşrut bu üzbəyizdəki evin o tərəfindən marşrut işləyir. Yəni əla yerdədir. Kombi xəttləri falan hamısı qaydasındadır. Baxın, kombisi işləyə vəziyyətdədir. Hal-hazırda 2 daş burada, 1 daş orada. 3 daş kürsü üzərindədir, amma ev arxa tərəfdən 5-6 daş kürsü üzərindədir. Belə bir evimiz 57 min manata satılır. Allahın köməyi ilə cüzi indirim olacaq. Yəni bilən bilir ki, Masazırda 3 otaq ev bu qiymətə yoxdur. Üstü paket damdır, dəmirdəndir, yanan material deyil. Sağ olun, salamat qalın.